Salam Şərqidər və videonuza valideynlər hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif həyat bilgisi dərsindəki tapşırıqları sizinlə həll etməyə davam edirik. Hazırsa gəlin başlayaq. Artıq səhifə 98-dəyik. Bugünkü dərsimizin adı İlk tibbi yardım 23-cü mövzudayıq artıq. Gəlin vaxt itirmədən oxumağımıza başlayaq. Məişət cihazları və elektrik avadanlıqları ilə davranış qaydalarını bilmək lazımdır. Cərəyan vurmasında yaş əllərlə elektrik götürücülərdə yaxud cihazlara toxunmaq olmaz. Bıçaqdan, qayçıdan istifadə zamanı əlinizi bu alətlərin kəsici hissəsinə vurmamalısınız. Lakin hər hansı bir zədələnmə baş verərsə, ilk tibbi yardım bacarıqlarına malik olmağınız köməyinizə çatacaq. Kəsik və yaralanma olduqda, yara dərin deyilsə, ətrafı spirt və ya hidrogen peroksid məhlulu ilə təmizlənir, yara bandı ilə bağlanır. Qanaxma varsa dayandırmaq üçün yara üstünə sarğı qoyulur. Bit mütləq steril, yəni təmiz olmalıdır. O qanın dayanması köməyicə yaranı mikroblardan qoruyacaq. Yanıq zədəsi aldıqda dərhal həmin hissəni soyuq suyun altına tutmaq lazımdır. Sonra yanıq dərmanlardan istifadə etmək olar. Dəridə yaranan suluqlara qətiyyən toxunmaq olmaz. Yüngül zədələnmədən yaxud günəş şüalarının təsirindən uşaqlarda burundan qanaxma halları olur. Bu zaman ən çox edilən səhvlərdən biri başı arxaya əyməkdir. Qarşılaşdıqda baş biraz önəyilməlidir. Çünki uşaqlar boğazımıza tərəf gedir və ürək bulanması baş verir. Nəfəs almaq çətinləşir. Qan bir qədər axdıqdan sonra burun dəliklərindən biraz yuxarı hissədən tutun və 10 dəqiqə sıxmaq lazımdır. Bu vaxt nəfəs ağızla alınır. Burunun başlanğıc hissəsinə və əlsəyə əsladılmış dəsmal yaxud buz qoymaq olar. Bu halda qanaxma dayanacaq. Əgər dayanmasa, təcili tibbi yardımı çağırın. Tez-tez rast gələn qəzalar arasında sındıqlar olur. Təcili tibbi yardım yoldadırsa gözləyin. Sınmış yeri qətiyyən düzəltmək və hərəkət etdirmək olmaz. Hərəkətsizlik ağrını nisbətən azaltacaq. Məsələn, əgər sınan barmaqdırsa, onu sağlam barmaqla birlikdə sarımaq lazımdır. Uşaqlar, burada belə bir sual var. Sizcə ilk tibbi yardım bacarıqlarına malik olmaq nə üçün vacibdir? Çünki uşaqlar həyat xilas edə bilir. Qəza və ya qəfil xəstəlik zamanı, yəni gördüyünüz kimi buralar sınıq, burun qanaxması və s. budur. Yəni qəza və yaxud da qəfil xəstəlik zamanı düzgün və vaxtında yardım göstərmə insanın həyatını xilas edə bilər. Vəziyyəti pisləşməkdən qoruyur, yəni böyük fəsadlar yaratmır. Biz bunları bildiyimiz zaman, elədiyimiz zaman. İlk yardım göstərilməzsə yaralanma və ya xəstəlik daha ağır hala düşə bilər. Düzgün müdaxilə bunun qarşısını alır. Yəni qısacası desək, ilk tibbi yardım həyat qurtarmaq deməkdir. Burada uşaqlar bunu yenə özümüz edəcəyik müəllimin sayəsində və bunu eləyən bu sualların cavabını da tapacaqsınız. Burada uşaqlar QR kod eləyərək tapa bilərsiniz burada. Aha. İndi isə keçək suallarımıza səhifə 100-ə. Elektrik cihazlarında istifadə zamanı hansı qaydalara əməl edilməlidir? Deməli, uşaqlara qısacası deyim. Elektrik cihazlarında istifadə qaydaları budur. Elektrikə yaş əllə toxunmaq olmaz. Elektrik yuvasına bağırmaq və ya əşya salmaq olmaz. Sınmış naqilə yaxınlaşmaq olmaz. Böyüklərin icazəsi olmadan elektrik cihazını qoşmaq olmaz. İkinci sual. Deşici və kəsici alətlərdə istifadə zamanı yaralanmamaq üçün hansı qaydaları bilmək lazımdır? Bıçaq, qayçı kimi alətləri ehtiyatla işlətmək lazımdır. Onlarla oynamaq olmaz. Aləti başqasına verəndə sap hissəsindən vermək lazımdır. Ucu hissəsindən versək, fəsadlar törədə bilər. Hissəsi iş bitəndən sonra təhlükəsiz yerə qoymaq lazımdır. 3-ə baxaq. Şəkillərdə hansı təhlükəsizlik qaydaları pozulub səbəbini izah edin.
Uşaqlar hər birində pozulub. Gəlin birincisi ilə başlayaq. Demək uşaqlar birincisində nədir? Bu şəkildə. Uşaqlar elektrik dirəyinə və naqilə çox yaxın dayanıb. Bu çox təhlükəlidir, çünki onları elektrik vura bilər. İkinci şəkildə də həmçinin bundan eynidir, deyək. Uşaq elektrik yuvasındakı elektrikə toxunur, əl vurur və bu da elektrik vura bilir. Bunu da vura bilər. Üçüncü şəkildə də uşaqlar qız gözlərini yumub, gözlərini qapatıb və elektrik sobasına çox yaxındır. Əlləri çox yaxında tutub və gözlərini də bağladığı üçün onu elektrik sobası yandıra bilər əlləri. Yəni belə. Tərbiyə çox böyük xəsarətlər törədə bilər. Keçək digər suala. Yəni 4-cü sualı səhv eləmirəmsə, 4-cü sual. İlk tibbi yardımla bağlı hansı məlumatlar düzgündür? Burnu qanayan insan başını önə əyib qanın bir az axmasına imkan verir. Bəli, bu doğrudur. Belə bir işarə qoyum, yoxsa şeyə alaq. Demək uşaqlar, baxın burada var idi. Demək uşaqlar deyir ki, baş biraz önə əyilməlidir. Qan bir qədər axdıqdan sonra, demək biraz qan axılmalıdır. Yəni qan axmasına imkan verməliyik. Ona görə də bu fikir doğrudur. Buna bir haşaya alırıq. Qanayan yaranın ətrafını hidrogen peroksid məhlulu ilə təmizləmək lazımdır. Bəli, bu da doğrudur. Deyir ki, əgər yara çox dərin deyilsə, bunu eləmək olar. Yanıq yarasını su ilə yumaq olmaz. Xeyr, bu yanlışdır. Soyuq su ilə yumaq olar. Çünki su olmazsa, yəni soyuq su olar. Qısınıqlar zamanısında yer düzəltməyə çalışmaq lazımdır. Xeyr, bu yanlışdır. Sonunda deyir ki, uşaqlar olmaz. Deməli, gəlin baxaq. Səhifə 101-ə. Sizcə burun qanaması zamanı nə üçün baş arxaya əymək olmaz? Çünki uşağa bayaq da dedim deyəsən. Qan boğaza gedə bilər. Bu da nəfəs almağı çətinləşdirir. Ürək bulanmasına səbəb ola bilir. Düzgün olan başı irəli əyməkdir. Baxın uşaqlar. Yəni, burada da yazıblar. Deməli, qazdan istifadə ilə bağlı təhlükəsiz qaydalarda haqqında məlumat toplayın və yazın. Uşaqlar, siz dəftərinizə yazarsınız, mən də burada deyirəm. Qazın istifadə zamanı qaydalar. Qazı işlədim nəzarətsiz qoymaq olmaz. Qaz iyi gəlirsə, ocaq yandırmaq olmaz. İşıqları da yandırmaq olmaz, belə deyim. Pəncərəni açmaq lazımdır, böyüyə xəbər vermək lazım. Keçək yerə. Suallar buradadır. Yanıq yarası nə üçün soyuq suyun altında tutulmalıdır? Çünki soyuq su ağrını azaldır, dərini soyudur, yanığın böyüməsinin qarşısını alır. Gün vurma zamanı göstərilən ilk tibbi yardım haqqında məlumat toplayın və təqdimat hazırlayın. Uşaqlar, digər sualda oxuyaq. Sinifiniz üçün ilk tibbi yardım çantası hazırlayın. Deməli, uşaqlar, siz bu gün vurma zamanı göstərən ilk tibbi yardım haqqında məlumat toplayın və təqdimat hazırlayın. Da sinifiniz üçün ilk tibbi yardım çantası hazırlayın. Bunlar əsasında siz gözəl bir təqdimat hazırlayarsınız. Çünki təqdimat hazırlamaq həqiqətən də maraqlı bir işdir. Gəlin indi faktı oxuyaq. Fakt. Ümumi Dünya İlk Tibbi Yardım Günündə Qızıl Aypara və Qızıl Xətt Cəmiyyətləri ilk tibbi yardım qaydalarının əhaliyə öyrədilməsi üçün xüsusi pulsuz kurslar təşkil edir. Maraqlı. Sentyabrın 2-ci həftəsinin şənbə günü bütün dünyada Ümumi Dünya İlk Tibbi Yardım Günü kimi qeyd edilir. Nəticə, qəzalar baş verdikdə malik olduğunuz ilk tibbi yardım bacarıqları özünüzə başqalarına kömək etmək üçün lazım olacaq. Yəni, biz bu tapşırıqlardan öyrəndiyimiz nəticə budur. Belə.
Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun. Yeni dərs videolarında görüşmək üzrə. Hələlik.